burada bu sualda 60 dərəcə bucaqdan kəşfən 2 müstəvidə bilirik ki, 2 kəşfən müstəvidində sadəcə demişik belə bir şəkil çək. Bu elə bir birinci müstəvi, bu da ikinci müstəvi. 60 dərəcə bucaq altında kəşfə budur. Bunlar kəsişdirir. Deyir ki, kəşfin 2 müstəvidən birinin üzərində götürmüş nöqtədən onların kəşmə xəttinə qədər olan məsafə. Bax, məsələn, deyirəm, burada mən bir A nöqtəsi götürürəm. Bunun kəşmə xəttinə qədər məsafə, yəni kəşmə buradır. Kəşmə xəttinə qədər məsafə 10 kökdə 3-dür. Bizə deyir ki, bu nöqtədən digər müstəviyə qədər məsafə. Məsafə sözü varsa da bilsən ki, bu perpendikulardır. Burada bir dənə düz bucaq yarandı mı? Bu bucaq 60-sa, bu bucaq olur neçə dərəcə? 30 dərəcə. İndi 30-luq 60-a gedəcək. 30 dərəcə bucaq qarşısındakı qatiti betonun yarısı deyilmi? Oldu mu? 5 kökdə 3. 60 dərəcə qarşısındakı da 30-un qarşısından kökdə 3 misli olanda 5 kökdə 3-ü kökdə 3-ə vuranda olurmu? 15. Bax, bizə də lazımdır bu məsafə. Çünki A nöqtəsinin digər müstəvi üzərindəki məsafəni soruşurdu.